Gələn ay Azərbaycanda 17 gün qeyri-iş günü olacaq. Qafqaz İnfo xəbər verir ki, bu il martda ənənəvi olaraq 2 yox 3 bayram qeyd olunacaq. Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Bu tarix bazar gününə düşdüyünə görə növbəti həftənin ilk iş günü 9 mart qeyri-iş günüdür. Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq. Həmçinin bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə əsasən 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq. Martın 20-si, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 martda qeyri-iş günləri olacaq. Beləliklə, martda şənbə və bazar günləri də daxil olmaqla 17 gün iş olmayacaq.